Salam. Bugün sizin təqdim etdiyiniz mənbələr əsasında çox, belə deyək, ziddiyyətli bir tarixi şəxsiyyətə baxırıq. Valaxiya şahzadəsi 3-cü Vlad, yəni çoxumuzun Drakula kimi tanıdığı adam. Bəli, salam. Həqiqətən də çox maraqlı və mübahisəli bir fiqurdur. Sizin materiallarda göstərir ki, bəziləri onu qəddar tiran, bəziləri isə milli qəhrəman kimi görür. Gəlin bir aydınlıq gətirək, kimdir axı bu Vlad? Başlayaq elə adından. 3-cü Vlad 15-ci əsrdə yaşayıb, Valaxiya hökmdarı olub. Bu, indiki Rumıniyanın bir hissəsidir, bilirsiniz. Drakula adı var ha. O, əslində atasından gəlir. Atası 2-ci Vlad Əjdaha ordeninin üzvü olub. Əjdaha ordeni, maraqlıdır. Hə, ona görə atasına Drakul deyiblər, yəni əjdaha. Drakula da sadəcə əjdahanın oğlu deməkdir. Əvvəlcə heç bir qorxulu mənası olmayıb bunun. Bir dəqiqə, yəni Drakula adı əvvəl normal bir ad olub, sonradan qorxunculaşıb? Bu çox qəribədir. Bəli, tamamilə. Mənfi məna sonradan yaranıb. Amma onun o biri ləqəbi var, Tsepeş, bax o başqa məsələdir. Tsepeş, eşitmişəm. Nə deməkdir o? Bu türk mənşəli sözdür, payaya keçirən deməkdir. Və mənbələr də təsdiqləyir ki, bu onun ən çox istifadə etdiyi ən qəddar cəza metoduydu. Payaya keçirmək dəhşətlidir. Yəni bu kütləvi hal almışdı? Hə, minlərlə insanı deyilər, təkcə düşmən əskərləri yox ha. Siyasi rəqiblər, əsirlər, hətta bəzi mənbələrə görə adi cinayətkarlar belə. Sizin materiallarda hətta deyilir ki, o, payaya keçirilmiş cəsədlərin arasında ziyafət də çəkirmiş. Bu nə dərəcədə doğrudur bilinmir yəqin ki. Bunlar daha çox rivayət xarakteri daşıyır, amma onun reputasiyasını göstərir də. Bir də o məşhur Osmanlı elçiləri hekayəsi var. Hə, o çox məşhurdur, başlıqlarını çıxarmadıqları üçün. Bəli, güya əmr edib ki, türbanları mismarla başlarına vursunlar. İndi bu hekayə nə qədər realdır, mübahisəlidir, amma fakt odur ki, belə şeylər danışılırdı onun haqqında. Və bu sərtlik təkcə xaricə qarşı deyildi. Daxildə də boyarlara qarşı çox amansız olub. Bəs Osmanlılarla münasibəti? Mən oxudum ki, cavanlığında qardaşı ilə birgə Osmanlıda girov olub. Hətta Osmanlıların köməyi ilə taxta çıxıb. Sonra necə oldu ki, belə qatı düşmən oldular? Bax, bu çox mürəkkəb məqamdır. O girovluğu illəri şübhəsiz ki, ona təsir edib. Bəlkə də elə orada gördükləri onu sonra Osmanlıya qarşı qoydu, kim bilir. Hakimiyyətə gələndən sonra isə, bəli, Osmanlı təsirinə qarşı çıxmağa başlayıb. Onun ən məşhur hərəkətlərindən biri də 1462-ci ildəki gecə hücumudur. Fatih Sultan Məhmedin ordusuna qarşı. Gecə hücumu. Necə olub bu? Kiçik bir dəstə ilə gecə vaxtı Osmanlı düşərgəsinə girib, xaos yaradıb, hətta deyirlər sultanın çadırına qədər getmək istəyib. Və onun taktikası təkcə döyüş deyildi. Geri çəkiləndə kəndləri yandırırdı, quyuları zəhərləyirdi. Və o payaya keçirilmiş insanlar? Bəli, yol boyu düzürdü onları. Bu, açıq-aşkar psixoloji təzyiq idi, düşməni qorxutmaq üçün. Çox qəddar bir taktika. Bəs, bu qədər qəddar tarixi şəxsiyyət necə oldu ki, qan içən vampirə çevrildi? Yəni, Bram Stoker'in romanı hardan qaynaqlandı? Bu da maraqlı bir keçiddir. Bram Stoker 1897-də Drakulanı yazanda, bəli, Vlad Tepes'in bu qədər obrazından ilham alıb, amma ancaq ilham alıb. Yəni romandakı vampirlik, qan içmə, bunlar əfsanədir. Tamamilə. Tarixi Vladın qan içməsi, ölümsüzlüyü ilə bağlı heç bir sübut yoxdur mənbələrdə. Amma onun real həyatdakı qəddarlığı o qədər hədsiz olub ki, bu sonradan yaranan əfsanələr üçün elə Stoker'in təxəyyülü üçün də çox münbit zəmin yaradıb. Bir də ki, onun haqqında mənfi hekayələr Alman mətbəələri vasitəsilə Avropada çox sürətlə yayılıb o dövrdə. Deməli, Alman mətbəələri onun qara piyarını aparıb belə çıxır? Elə demək olar, hə. Amma işin maraqlı tərəfi odur ki, sizin mənbələrdə də qeyd olunduğu kimi, Rumeniyada ona tamam başqa cür baxırlar. Bəli, orada milli qəhrəman sayılır. Bu necə olur? Yəni, bu qədər qəddarlığa baxmayaraq, materiallar nə deyir bu haqda? Rumun baxışı belədir ki, o, hər şeydən əvvəl kiçik Valaxiyanı nəhəng Osmanlı imperiyasından qorumağa çalışıb, vətən müdafiəçisi kimi görürlər. Həm də ölkə daxilində nizam-intizam yaradan, mərkəzi hakimiyyəti gücləndirən lider kimi. Hətta korrupsiyaya qarşı mübarizə apardığını deyənlər də var deyəsən. Bəli.
Bəzi müasir şərhlərdə bu da var. Boyar özbaşınalığına qarşı mübarizə aparan sərt, amma ədalətli hökmdar obrazı yaradılır. Onun qəddarlığını isə çox vaxt dövrün tələbi kimi izah edirlər. Məqsədə çatmaq üçün bir vasitə kimi. Deməli, bir tərəfdə qəddar tiran, digər tərəfdə vətənini qoruyan lider. Bəs onun psixologiyası? Bu qədər qəddarlıq uşaqlıq travmasıdır, yoxsa soyuq bir siyasət? Nə deyir mənbələr? Hər iki versiyaya işarələr var. Bəziləri deyir ki, o girovluq illəri onun psixologiyasına çox pis təsir edib, travma alıb. Digər baxış isə deyir ki, yox, o çox praqmatik adam idi. Qəddarlıqdan şuurlu şəkildə istifadə edirdi. Hakimiyyəti gücləndirmək, düşməni qorxutmaq üçün. Bu, onun üçün siyasi bir alət idi. Yəqin ki, həqiqət ikisinin arasında bir yerdədir. Hə, çox güman ki. Beləliklə, sizin təqdim etdiyiniz materiallardan gördüyümüz kimi, Vlad Tepes, yəni Drakula, həqiqətən də çox üzlü bir fiqurdur. Tarixin qəribə bir kəsişməsində dayanıb. Elədir. Əməlləri əsrlərdə həm nifrət, həm də müəyyən mənada heyranlıq doğurur, mübahisələr də hələ davam edir. Bəli, və bu da bizi bir sual qarşısında qoyur, elə deyilmi? Tamamilə bir liderin öz məqsədlərinə, məsələn, ölkəni qorumaq, nizam yaratmaq kimi məqsədlərə çatmaq üçün istifadə etdiyi üsulların sərhəddi haradadır? Yəni, vəhşiliklə strateji zərurət arasındakı o incə xətti necə çəkmək olar? Düzdür. Tarixin belə fiqurlarını necə qiymətləndirməliyik? Çətin sualdır, amma yəqin ki, üzərində düşünməyə dəyər.